Salam uşaqlar, bugünkü mövzumuz təyindir. Təyin xüsusiyyətlərini belə yazmışam. Bunları qəşəng-qəşəng öyrənirsiniz. Birinci nəyə baxırıq? Deməli, təyin nəyə deyilir? Təyin özündən sonra gələn isimlə və ya isimləşmiş sözlər və birləşmələrlə ifadə olunan cümlə üzvlərini izah edir. Yəni mütləq birincisi özündən sonra gəlməlidir. Təyinin özündən sonra gəlməlidir. Nəyi izah edirsən, burada başqa bir cümlə üzvü olmalıdır. Və təyin bunu izah eləməlidir. Bu da həmin bu cümlə üzvüdə ya isim, ya da isimləşmiş sözlər və yaxud birləşmələr ola bilər. Təyin necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarına cavab verir. Və təyin xəbərdən sonra yeganə cümlə üzvüdür ki, bütün cümlə üzvləri ilə sintaktik əlaqədə ola bilir. Özünü də izah edə bilir. Yəni, hətta təyin, məsələn, mübtədanı, xəbəri, tamamlıq, zərfliyi izah eləməklə yanaşı, özünü də izah eləyə bilir. Belə, buradan da unutmuruq. Bütün cümlə üzvləri sintaktik əlaqədə olur. Düşmür, amma yenə hər ehtimala deyirəm ki, bütün cümlə üzvlərlə olduğu həmin o sintaktik əlaqə yanaşma əlaqəsidir. Quruluşuna görə digər cümlə üzvləri kimi ya sadə olacaq, ya da mürəkkəb olacaq. Sadələr nə ilə ifadə olunur? Nitq hissələri ilə, mürəkkəblər ifadə olunur söz birləşmələri ilə və yaxud mürəkkəb adlarla. Təyin ən çox ifadə olunur sifətlə, sayla, feili sifət tərkibi ilə, təyini bir də işarə əvəzlikləri ilə. Ən çox bunlarla ifadə olunur, amma təbii ki, başqaları ilə də ifadə oluna bilər. Məsələn, sifətləşmiş isimlərlə ifadə olunar, bəzi yer zərfləri ilə ifadə olunar, qoşmalı sözlərlə ifadə olunar, ismin birləşmələrlə ifadə olunar. Sadəcə mən ən çox işlənənlərə yazdım bura. İndi nümunələrə baxırıq. Qoca kişi küncə qısılıb limon satırdı. Nə edirdi? Satırdı. Kim satırdı? Kişi satırdı. Hansı kişi satırdı? Qoca kişi satırdı. Nəyi satırdı? Limonu satırdı. Necə satırdı? Küncə qısılaraq. Bu da zərfli oldu. Mən indi bundan sonra növbətlərdə əsasən təyinlərə diqqət edəcəm. Burada təyinimiz qoca sözüdür. Qoca da nitq hissəsi olaraq sifətdir. Yəni, sifətlə ifadə olunur və soruşulsa təyin quruluşca necədir? Yəni, sifətlə, nitq hissəsilə ifadə olunduğu üçün quruluşca sadə olacaq. 3 şagird sinif otağında qaldı. Nə etdi? Qaldı. Kim qaldı? Şagird. Nə qədər şagird? 3 şagird. Burada da 3 say oldu, yəni sayla ifadə olundu. Buradakı mən düzdür əksəriyyətində belə yazmışam, amma gərək başqa bir nümunələr də yazam. Məsələn, burada təyinlərimiz əsasən mübtədaları izah edir. Sonra aşağı otaq çox sərin idi. Burada necə idi? Sərin idi. Hara sərin idi otaq? Hansı otaq? Aşağı. Burada aşağı zərfi ilə ifadə olunur. Yazılmış məktub hələ göndərilməmişdi. Nə edilməmişdi? Göndərilməmişdi. Xəbər nə göndərilməyib? Məktub. Hansı məktub? Yazılmış məktub. Bu feili sifətdir. Hələ ki 1, 2, 3 və 4-dəki təyinlərimiz quruluşca sadədir. Qızıl yarpaqlar tökülürdü. Nə edirdi? Tökülürdü. Nə? Yarpaqlar. Hansı yarpaqlar? Qızıl. Qızıl da nitq hissəsi olaraq nədir? İsim. Qızıl, gümüş, yun, ipək, asfalt bu kimi sözlər isimdir, tez-tez sifətləşir. Həmin evlər söküləcək. Nə ediləcək? Söküləcək. Nə söküləcək? Evlər. Hansı evlər? Həmin. Burada da ifadə olunub əvəzliklə, işarə əvəzliyi ilə. Səhər tezdən gələn qonaq çox oturmadı. Nə etmədi? Oturmadı. Kim oturmadı? Qonaq. Hansı qonaq? Səhər tezdən gələn. Burada ifadə olunub feili sifət tərkibi ilə. Çünki bunları da birləşdirib bax özünə. Bacım oğlu Rəsul çox oxuyur. Nə edir? Oxuyur. Kim oxuyur? Rəsul oxuyur. Hansı Rəsul? Bacım oğlu Rəsul. Burada ifadə olunub ismi birləşmə ilə. Yəni bacımın oğlu Rəsul mənasında. Azərbaycan Respublikasının xalq rəssamı Səttar Bəhlulzadə əsərlərində təbiət lövhələri canlandırıb. Nə edib canlandırıb? Kim canlandırıb? Səttar Bəhlulzadə. Hansı Səttar Bəhlulzadə? Azərbaycan Respublikasının xalq rəssamı. Burada ifadə olunub mürəkkəb adla. Deməli, uşaqlar, 7, 8 və 9 quruluşca mürəkkəb təyinlərdir.
Digərləri quruluşca sadə təyinlərdir. Unutmuruq, sadələr ifadə olunur nitq hissələri ilə, mürəkkəblər ifadə olunur söz birləşməsi bir də mürəkkəb adlarla. Təyinlər əsasən nələrlə ifadə olunmaz? Bu 10-cuya baxacağıq, baxırıq amma bir qeyd yazaq. Nələrlə ifadə olunmaz? Ümumiyyətlə, feili bağlama və həm feili bağlama, həm də feili bağlama tərkibi ilə ifadə olunmaz. Çünki feili bağlamalar yalnız zərfli olur. Daha sonra təsriflənən feillərlə təbii ki, ifadə olunmaz. Çünki təsriflənən feillər yalnız feili xəbər olur. Təsriflənən feillər. Təbii ki, burada başqaları da var. Məsələn, ən çox çaşdıracaq sizi məstər. Məstərlər də təyin ola bilmir. Məstər və məstər tərkibləri. Bunlar da təyin ola bilmir. Amma bəzi hallarda bəzi məstər və məstər tərkibləri var ki, qoşmalarla işləndiyi zaman təyin ola bilir. Ona aid də burada nümunə yazmışam. Var xəbər, nə var? Vərdişləri. Necə vərdişləri var, idmanla məşğul olmaq kimi burada məstər tərkibimiz oldu cümlənin təyini. Yəni bu tip məqamlarda xüsusən bənzətmə qoşmaları ilə işləndiyi zaman, bənzətmə qoşmalarımızda məsələn bura xüsusən kimini daxil edirik. Bənzətmə qoşmaları ilə işləndiyi zaman cümlənin təyini ola bilir. Belə uşaqlar, yəni bunları yadda saxlayaq ki, bunlarla ifadə oluna bilməz təyinlərimiz. Təyinlərlə bağlı bir məsələni də qeyd edim. Buna qeyd, diqqət yazaq. Məsələn, yazıram ki, bu kitabı oxumaq çətindir. Bir dəqiqə mən cümlələri yazmaya davam edirəm. Deməli, uşaqlar, bu nümunələrə baxaq və bunları görə necə təhlil edilir, diqqətli olaq. Deməli, bu kitabı oxumaq çətindir. Necədir? Çətindir xəbər. Nə çətindir? Bu kitabı oxumaq mübtəda. Amma adətən uşaqlar necə bir səhvlik edir? Buradakı bu sözünü, bax bunu təyin götürürlər və cümləni belə eləyirlər. Necədir? Çətindir. Nə çətindir? Kitabı oxumaq. Yəni bunu mübtəda götürürlər. Bunu təyin götürürlər. Amma bu yanlışdır. Niyə yanlışdır? Bu da getdi. Bir dəqiqə. Nəysə. Deməli, görək niyə yanlışdır bu. Düzəldək. Bu kitabı oxumaq çətindir. Niyə yanlışdır uşaqlar? Deməli, burada kitabı oxumağı götürək. Kitabı oxumaq məstər tərkibidir, düzdürmü? Məstər tərkibləri də bu da məstərdir. Məstər tərkibi feil, sifət, feil bağlama tərkibi özündən əvvəl gələn sözləri özünə birləşdirir də, düzdürmü? Məsələn, burada kitab sözünü özünə birləşdirib. Bu sözdə kitab sözünü izah edirsə, gərək bunları bütöv götürək biz. Yəni və yaxud qısacası məstər tərkibi, feil, sifət, feil bağlama tərkibindən əvvəl onu izah edən təyin ola bilməz. Yəni feili birləşmələri izah edən təyin ola bilməz cümlədə. Onlar mütləq feili birləşmənin içərisində getməlidir. Ona görə biz bunu burada bütünlükdə nə götürdük? Mübtəda götürdük. Onu təyin kimi ayıra bilmirik. Belə. Və keçirik ikinci cümləyə. Necədir? Çətindir xəbər. Nə çətindir? Kitabın oxunulması, mübtəda. Hansı kitabın oxunulması? Bu kitabın oxunulması. İndi bəs bunu niyə ayırdıq? Burada nədir fərq ki, biz bunu ayırdıq? Kitabın oxunulması, baxın, burada yiyəlik hal var, burada da mənsubiyyət var. Bu feili birləşmə deyil. Bu, üçüncü növ təyini söz birləşməsidir. Yəni, ismi birləşmədir. Düzdürmü? İsmi birləşmədirsə, o zaman bunların əvvəlində təyin ola bilər, problem yoxdur. Sadəcə feili birləşmələrin əvvəlində onları izah edən təyin ola bilməz. Burada kitab oxumaq məstər tərkibidir. Ona görə onun əvvəlindəki bu sözünü də onların içərisində verməliydik. Bütünlükdə məstər tərkibi götürməliydik. Bu sözünü təyin kimi verə bilmərik. Feili birləşmələri izah edən təyinlər ola bilməz. Keçirəm digər cümləyə. Həmin sinifdə oxuyanlar birinci oldular. Birinci oldular xəbər. Kimlər birinci olublar? Sinifdə oxuyanlar. Bu sinifdə oxuyanlar axı feil sifət tərkibidir, düzdürmü?
An feili sifəti də. İndi sizcə feili sifətin əvvəlində, feili sifət tərkibinin daha doğrusu əvvəlində onu izah edən təyin ola bilərmi? Təbii ki, ola bilməz. Yəni, bu yanlış bir şeydir. Bunu mütləq necə etməliyik? Bütünlükdə birləşdirməliyik. Həmin sinifdə oxuyanlar birinci oldular yazmalıyıq. Keçirəm digərinə. Nə etdilər? Birinci oldular xəbər. Kimlər birinci oldular? Sinifin oxuyanları. Sinifin oxuyanları ismi birləşmədir, yoxsa feili birləşmə? Yoxlayıram. İngiəlik, ı-da mənsubiyyət. Yəni, bu üçüncü növdür. Qısacası ismi birləşmədir. Ona görə bunun əvvəlində təyin ola bilər. Yaxşımı? O zaman qeydimiz nədən ibarətdir? Feili birləşmələri izah edən təyinlər olmaz. Təyinlər olmaz. Hamısı birlikdə tərkibin içərisində verilər. Qəşəng yazılır belə. Hamısı birlikdə təyinin içərisində verilər. Belə fiqurunu yazdıq. Təyinin içərisində verilər. Ürəyimizdə çəkildi. Belə uşaqlar, yəni bunu da unutmamaq lazımdır. Yadınızda saxlayın ki, feili birləşmələri izah edən təyinlər olmaz. Burada maq və anla bağlı söz birləşmələrində keçirilən bir qaydanı təzədən yadınıza salıram. An və maq şəkilçilərinin tərkibində, yəni bu an və maq şəkilçiləri bəzən üçüncü növ təyin söz birləşməsi yarada bilir. Məsələn, sənin oxumağın və yaxud sinifin oxuyanı. Başqa nümunələrdə təbii ki. Bunlar artıq feili birləşmə olmur. Baxmayaraq ki, burada maq, burada da an var. Bunlara nə deyirik? Üçüncü növ təyini söz birləşməsi deyirik. Üçüncü növ də ismi birləşmənin növüdür. Belə uşaqlar təyinlə bağlı bu qədər. Bunları yaxşı-yaxşı yadınızda saxlayın. Nəyi də bilmədinizsə yorumlarda yazıb soruşa bilərsiniz. Sağ olun.